Hər birinizi salamlayıram. Mən Kəmalə Poladova, şuuraltı terapist. Bugünkü mövzumuz bizim karmik dərslər olacaq. Ümumiyyətlə karmik dərs nədir və karmik münasibət nədir? Deməli, hər bir ruhun bu dünyaya gəlməsinin bir səbəbi var. Heç kəs səbəbsiz gəlmir. Bəzən kim üçünsə deyirik ki, Allah onu yaradıb ki, yeri boş qalmasın, amma bu çox yanlış bir cümlədir. Çünki hər kəs bu dünyaya bir missiyasını tamamlamaq üçün gəlib və bu missiya sadəcə hər hansı bir iş görəcəm, insanlara faydalı olacam deyə deyil. Bizim keçmişdən gətirdiyimiz bir dərslərimiz var, bir yükümüz var ki, biz orada nələrisə tamamlamadıq, kimisə bilib-bilmədən haqqına girdi və yaxud da hər hansı bir yanlışlıqlar elədi. Ola bilsin ki, bəlkə çox möhtəşəm bir həyat yaşamışıq və biz bu dünyaya var-dövlət içində yaşamaq üçün gəlmişik. Yəni insanların həyatı fərqlidir, qismətləri fərqlidir, taleyləri fərqlidir. Kimsə varlı bir ailədə doğulub, kimsə kasıb bir ailədə doğulub. Kimisə taleyində var ki, hə, nə vaxtsa milyonçu olacaq, kimisə isə taleyində yoxdur. Çünki onun müəyyən bir karmik mərhələləri var, sınaqları var ki, o vəziyyətlər icazə vermir ki, onu o milyonçu olmağa. Yəni biz bunları hamısı başa düşməliyik. Kainatın qanunlarını başa düşməliyik ki, biz bu həyatda düzgün yaşayaq və düzgün yolla gedə bilək. Karmik vəziyyətlər nə deməkdir? Karmik vəziyyətlər biz bu dünyada adi yaşayışımız, insanlarla olan münasibətimiz, işdə olan münasibətimiz, daxili vəziyyətimiz, daxili vəziyyətimizdən xaricə ötürdüyümüz vəziyyətlər hamısı bizim dərslərimizdir və biz bu dünyaya bu dərsləri keçməyə gəlmişik. Göndərilmişik sadəcə. Siz missiyanızı tapa da bilərsiniz, tapmaya da bilərsiniz, amma biz əgər yaşayırıqsa, nəfəs alırıqsa, deməli bizim hələ də tamamlanmamış vəziyyətlərimiz var. Yaxşı, bəs karmik münasibətlər nə deməkdir? Karmik münasibətlər bizim adətən ən yaxın insanlarımızla olur. Əsasən də ata və anamızla, yoldaşımızla, övladımızla. Onlar karmik münasibətlərdir ki, bizi inkişafa aparan bir vəziyyətlərdir. Baxın, sizin həyatınızda çox münasibətdə çox çətin bir vəziyyət yaşaya bilərsiniz. Narsiz, abuz bir münasibət yaşayırsan və başa düşmürsən ki, bu nə üçün gəlib. Demək ki, sizin ruhunuzun inkişafa gedəcəyi yol məhz bu insandan keçir. Bu nə deməkdir? Qoy daha geniş izah edeyim. İnsan elədir, elə qurulub ki, biz komfortda olanda, biz xoşbəxt olanda, bizim problemimiz olmayanda biz inkişafa getmirik, biz qabağa getmirik, biz nəsə əldə eləmək istəmirik. Deyirik, oturmuşam da rahat. Yəni məni nə tətikləyir ki? Amma insanı tətikləyən məhz çətin vəziyyətlərdir. Depressiyaya düşürük, hər hansı bir itki yaşayırıq, xəstəlik keçiririk, kasıblıq olur, pul yetmir. Artıq beyin işləməyə başlayır ki, mən bu vəziyyətdən necə çıxa bilərəm? Mən bu vəziyyətdən çıxmalıyam ki, mən daha yaxşı bir şey yaşamaq istəyirəm. Mən bu həyatı istəmirəm. Mən nəsə eləməliyəm. Fikir versinizsə ya yox, uğur qazanan insanların hər zaman bir sözü var ki, falan vaxtda mən bir neqativ vəziyyət yaşadım, neqativ hadisə yaşadım və yaxud da kimisə itirdim, xəstəlik yaşadım, nə bilim kasıbçılıq yaşadım və ondan sonra mən başa düşdüm ki, mən dəyişməliyəm. Və ya bu insanların 99%-nə aiddir ki, biz komfort zonamızda olanda, rahat olanda biz inkişafa getmirik. Bizi inkişafa aparan, bizi tətikləyən o çətin vəziyyətlərdir ki, bizi tətikləyir və o vəziyyət nəticəsində də biz artıq inkişafa getmiş oluruq. Çünki beyin artıq stresli bir vəziyyətdə yaşayır ki, mən buradan necə çıxış yolu tapa bilərəm. Yaxşı, bəs sual yaranır ki, bizim həyatımızda dərslər varsa, bəs mən o dərsləri ala bilməyəndə o zaman nə olur? Əgər bir hadisə sizin həyatınızda bir neçə dəfə təkrarlanırsa və fərqli insanlar tərəfindən təkrarlanırsa, bu artıq o deməkdir ki, siz buradan bir dərs almalısınız və siz hələ də öz dərsinizi ala bilməmisiniz. Bu dərs necə həyatımızda özünü göstərir? Birinci, hər hansı bir uzaq bir yerdən bu dərsin bir hissəsi gəlir bizə. Biz məsəl üçün bir qonşu olur, qohum olur, biz görürük ki, onda müəyyən bir ailə münasibəti yaşandı. Məsəl üçün sizin dərsiniz narsis bir insanla yola getməkdir və onu qəbul etməkdir. Qəbul etdikdən sonra ya o sizin həyatınızdan çıxır gedir, ya da siz o dəyişir və siz xoşbəxt bir ailə olmağa davam edirsiniz. Davam edirsiniz deyəndə yenidən başlayırsınız. Kimsə bir qonşuluqda və yaxud da qohumluqda görürsən ki, bir abuz və narsis münasibət var. Deyirsən ki, nə pisdir, görəsən
orada nə baş verir? Və həmin insan o qadının həyatını bilmədən başlayır onu qınamağa ki, yaxşı qadın olardı və yoldaşı tərəfindən bu şiddətə məruz qalmazdı və s. Bir müddət sonra görürsən ki, sən ailə daxilində bu problemlə üzləşirsən, valideynlər olsun, yaxının olsun, artıq sənə daha çox təsir eləməyə başlayır. Amma sən yenə də oradan dərs çıxartmırsan. Dərs çıxartmadığın üçün karmik belə sınaq daha da şiddətlənməyə başlayır. Şiddətlənir və gəlir sənin öz ailəndə artıq özünü göstərməyə başlayır və yoldaşın tərəfindən şiddətə məruz qalırsan və o zaman başa düşürsən ki, hə, yəni həqiqətən də mənim qınadığım başıma gəldi. Amma burada insanların yanaşmağı fərqlidir. İnsan var deyir ki, mən bunu bu cür qəbul eləyirəm, qınamadan, başa düşürəm ki, mən bunu niyə yaşayıram, bu mənim karmamdır və qəbul etdiyi andan etibarən bu vəziyyət artıq düzəlməyə başlayır. İnsan da var ki, başlayır üsyana qalxmağa. Üsyana qalxır və deyir ki, mən buna layiq deyildim, mən çox gözəl, ürəyi təmiz insanam, mənim başıma bu niyə gəldi və s. Yəni başlayır üsyan eləməyə, insanlara qarşı, Allaha qarşı üsyan eləməyə, özünə qarşı üsyan eləməyə. Bizim ən böyük üsyanımız elə özümüzə etdiyimiz üsyandır. Və nəticə etibarilə, yəni sən buradan dərs almırsan. Yəni sən sadəcə və sadəcə üsyan eləyirsən və görürsən ki, üsyan eləyə-eləyə sən qabağa gedə bilmirsən. Deməli, burada bir vəziyyət var ki, bunu qəbul eləməlisən. Və artıq bu davam eləyir, daha da şiddətlənir. Şiddətləndikdən sonra da sən əlbəttə ki, içində qorxu yaranır ki, mənim övladlarımın başına da bu hadisə gəlməsin və təəssüf ki, əgər sən buradan karmik bir dərs almırsansa, bu sənin övladlarının başına da gəlir. Baxırsan ki, qızının və yaxud da oğlunun da ailə münasibəti sənin ailə münasibəti və bənzəyir və deyirsən ki, hə, mənim bəxtim və yaxud da taleyim övladlarımın taleyinə bənzəməyə başladı. Xeyr. Sən öz inancını dəyişsən, sən sənə gələn karmik borcu sınağı həqiqətən də qəbul etsən və özünə sual versən ki, mən buradan hansı dərsi aldım? Bu mənə nə göstərdi? Mən buradan necə ucala bilərəm deyərək kainata sual göndərsən, inan ki, artıq vəziyyət dəyişməyə başlayacaq. Necə dəyişməyə başlayacaq? Bu günün birində olmur əlbəttə ki. Sən bir şiddət yaşayırsan, bir psixoloji şiddət olsun, mənəvi şiddət olsun, fərqi yoxdur, fizioloji şiddət olsun və burada əlbəttə ki, sual vermək ki, mən buradan dərsim nədir? Çox çətindir. Amma sən əgər güclənmək istəyirsənsə, dəyişmək istəyirsənsə, sən burada sual ver ki, mənim burada alacağım dərsim nədir? Və daha öncə qeyd etdiyim kimi, İnsan adətən çətinliklərdən sonra ucalmağa başlayır, qalxmağa başlayır və həyatında nələrisə dəyişməyə başlayır. Və inanın ki, biz o qədər qarşılaşmışıq ki, belə vəziyyətlərlə insan bir narcisla yaşayır və gəlir bizim kursa, məsəl üçün, qadın enerjisi bir kursumuz var. O kursa gəlir və başa düşür ki, bu insanla bu niyə yaşayıb, bu insan bunu nə dərəcədə qaldırıb və artıq oturur ona bu vəziyyət, artıq başa düşür ki, hə, mən bunu yaşamalıydım, bu mənim karmik dərsim idi, mənim ruhum buradan ucalmalıydı, bu dərsləri almalıydı. O zaman artıq gəlib bizə müraciət edirlər ki, hə, həqiqətən də mənim evimdəki narsis tamamilə dəyişib, mənim evimdəki abuz münasibətim tamamilə dəyişib, məni artıq incidən yoxdur, döyən, təhqir eləyən insan tamamilə fərqli bir insana çevrilib. Bu nə üçündür? Bu sehirli çubuq deyil əlbəttə ki. Bu sizin düşüncənizin sayəsindədir ki, sən düzgün qaydada öz həyatını düzgün yola qoyduqdan sonra sizin həyatınızda baş verməyəcək bir möcüzə yoxdur. Möcüzəni də zaten siz yaradırsınız. Və dediyim kimi, adətən bu tipdə müraciətlər bizim qadın enerjisi kursumuzda olur ki, bunun üçün də müraciət etmək üçün aşağıda nömrə qeyd eləyəcəm. Ora yazın, sizə daha ətraflı məlumat verilsin. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın.